Bismillahirrahmanirrahim. Elhamdülillah. Və salatu və selamu ala Rasulillahi və ba'd. Təbii ki, salamlayıram hər birimizi. Allahın salamı ilə sonra Allah həmd olsun ki, yenə biz müvəffəq olduq. Allah bizə müvəffəqiyyət verdi ki, görüşdük. Bu gözəl neymətdir, böyük neymətdir. Və buna görə Allah Teala'ya həmd olsun, səna olsun. O həmişə həmdlərə və sənalara layiqdir. Və nöqsan bizdəndir, kamillik ondan. Nöqsan bizdəndir, kamillik isə ondandır. Və sonra bil ki, sən Zilhiccə ayındasan, gözəl aydır. Və yetər bu ayın fəziləti üçün, bu ayda olan 10 gün Allaha ən sevimlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ən sevimli günlər Allaha Zilhiccə ayının 10 günüdür. Və sonra buyurur ki, sallallahu aleyhi və səlləm elə isə orada təkbiri, Allahu Akbəri, təsbihi, Subhanallahı və təhlili, La ilahə illallahı çoxaldın. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ən sevimli gün Allaha Zilhiccə ayının ilk 10 günüdür. Və elə bir əməl yoxdur ki, başqa günlərdə Zilhiccə ayının əməllərinə tay olsun, bərabər olsun. Sahabilərdən soruşdular ki, ya Rasulullah, cihad da, dedi cihad da. Hətta cihad da. Sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, lakin əgər əskər evindən çıxsa və Allah üçün döyüşə getsə və qayıtmasa, bu üstündür. Sonra biz davam edək oxuduğumuz kitab, hansı ki, burada başlamışdıq onu. Müəyyən səbəblərlə ara verdik, lakin yenə Allah Teala müvəffəq elədi bu kitaba qayıtmaq. İmam Hümeyd rahiməhullahın Usul-u Sünnə kitabı Şeyx Abdullah Buxarinin şərhi ilə. Və sonra qaləl Hümeydiyyü rahiməhullah İmam Hümeyd rahiməhullah buyurur ki, وَمَا نَتَقَ بِهِ الْقُرْآنُ وَالْحَدِيثِ مِثْلُ وَقَالَتِ الْيَهُودِ يَدُ اللَّهِ مَغْلُولَ غُلَّتْ أَيْدِيهِمْ وَمِثْلُ السَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ وَمَا أَشْبَهَ هَذَا من القرآن والحديث لا نزيد فيه ولا نفسره ونقف على ما وقف عليه القرآن والسنة ونقول الرحمن على العرش استوى ومن زعم غير هذا فهو معطل جهمي. Şeyx rahimehullah buyurur ki, İmam Hümeyd rahimehullah deyir, həmçinin əhl-i sünnə və cəma etiqad edir ki, Quran və hədis nə deyibsə haqdır. Quran və hədis demədi təkcə Quran. Dedi, Quran və hədis. Və İmam Hümeyd rahiməhullah əvvəlincilərdəndir. Hicrətin 200-cü illərində yaşayanlardandır. İmam Hümeyd rahiməhullah əvvəlincilərdəndir. Və İmam Hümeyd və onun mislində olan alimlərin belə deməsi, Quran və sünnə, bu dəlildir ki, onlar demirdilər, biz Quranla gedirik. Görürsən, indi çıxıb bir-iki nəfər deyir ki, biz Quranla gedirik. Yəni, İmam Hümeydi nə ilə gedirdi? O, Quran və sünnə ilə. Və başqaları da. Çünki hələ görmüşdü şeyxlərindən. Onlar da hələ görmüşdülər. Ta sahabələrdən, ta Allah Rasulü sallallahu aleyhi və səlləmdən. O da Cibrildən, o da Allah'tan. Və sonra buyurur ki, rahiməhullah, necə Allah Teala'nın bu ayəsi kimi, məsələn, Allah Teala buyurur ki, Yahudilər dedilər ki, Allahın əli bağlıdır, əlləri bağlandı. Yəni, əhl-i sünnə və cəma əlavə eləmir heç nə. Necə Allah deyib, hələ də deyir. Və ya necə Allah Teala buyurur ki, səmalar sağına büküləcək. Və buna bənzər ayələr və hədislər heç nə əlavə eləmirik.
onu yozmuruq. Yəni, necə lazımdır, necə gəlib elə qəbul edirik. Və həmçinin harada ki, Quran və sünnə dayanıb, orada dayanırıq. Və deyirik ki, Rəhman ərşində istava etdi. Yəni, Rəhman ərşə yüksəldi. Və kim bundan qeyrisin desə, o inkarçı cəhmidir. Və sonra Şeyx Rahimullah, Abdullah Buxari şərh eləyir və deyir ki, şeyxin deməsi ki, və yəni demək istəyir ki, və əhl-i sünnənin etiqadındandır bu şeylər. Çünki əhl-i sünnə və cəmaə usullar üzərində olan bir dəstədir, bir cəmaatdır. O cəmaat ki, Allah və Rasulunun yolun üzərindədir. Və o İslamın özüdür, əslidir. Əhl-i sünnə və cəmaə İslamın əslidir. Yəni, Əbu Bəkir, Ömər, Osman, Əli, başlarında da Peyğəmbər sallallahu aleyhi ve sellem olmalı. Əgər kimsə o usullardan birində müxalif olsa, o mübtədidir, bidətçidir. Bir dənə usulda. Məsələn, əhl-i sünnənin 10 dənə əsası var, usulu var. Birinə müxalif olsa kimsə sələfi deyil. Necə deyirlər ki, dırnağından saçına kimi sələfi olmalıdır. Sələfi olmaz. Aydındır. Bəziləri var deyir, əqidə sələfi, məzhəb ixvan, nə bilim, adı və sifətlərdə sələfi, hakimlə müamilədə ixvan, ad və sifətlərdə təvhid, uluhiyyə, rububiyyə sələfi, məsələn, alimlərlə münasibətdə həddadi, sələfi deyil o. Sələfi yəni tabidir Quran və sünnə və sələfə. Və bu məsələdə, hansı ki Şeyx Rahimullah deyib, birinci bilmək lazımdır ki, dərin fikirləşəndə sələfi salihin əqidəsini daşıyan əvvəlçilər, birincilər, onlardan biri də Hümeydidir Rahimullah, onlar saf olublar, yoldaşlar. Onların əqidələri saf olub. Onlar nəyi lazımdır artıq deyiblər. Nə də lazım deyil deməyiblər. Yəni, lazım deyil ki, kimsə çıxsın, desin ki, salam, mən Qurandan təzə şey tapmışam, heç kim bunu deməyib. O təzə tapdığın şey özünə qalsın. Sən nə deyə o xeyirli şey tapırsan, ona sahabələr tapmadı, tabeyinlər tapmadı, ətba tabeyinlər tapmadı, 4 məzhəb tapmadı. O nə deyə? O hardan gətirmirsən sən? Nə maraqlı şeydir o. O bidətdir. O zəlalətdir sən tapırsan. Xeyir olsaydı, Allah onu ən xeyirlərə ilham eləyərdi, sənə yox. Əgər tapmısansa, səndən qabaqçında yoxdursa, sənə şeytan ilham eləyib şərri. Yayma onu, tövbə elə və dön və qayıt və denən sələf deməyib, bu səhvdir. Alimlər, elə bilirsiniz, kitab oxuyanlar, elm adamları, onlar oxuyanda onlara, bu niyə belə cırıldayır? Onlar elə bilirsiniz, oxuyanda, onlara gəlmir heç nə, şeytan gəlib vəsvəsə eləmir. Gəlir, şeytan vəsvəsə də eləyir. Lakin, onlar baxırlar, görürlər, belə bir şey deyib sələflər yoxsa yox. Deyiblərsə deyirlər, deməyiblərsə deyiblər şeytandandır, o sözü tərk ediblər. Ona görə İmam Əhməd Rahimullah deyir ki, elə bir söz demə. Əgər o sözdə sənin sələfin yoxdursa, o sözü demə. Amma fikir gəlməyi hamıya gələ bilər. Sahabə gəldi ki, ya Rasulullah, mənə fikir gəlir ki, filan şeyi kim yaradıb? Deyirəm Allah. Deyir, bəs filan şeyi deyirəm Allah. Deyir, bəs filan şeyi deyirəm Allah. Deyir, bəs Allahı kim yaradıb? Estağfirullah, aydındır. Amma olub da, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, belə olanda deyilən ki, əməntu billahi və rasulih. Allaha və rasuluna iman etdim. Yəni, belə sual vermək olmaz. Dön. Təbii ki, dərinə getsə, dərinə gedəcək və azacaq. Aydındır. Bu da sualdır. Allahı kim yaradıb? Yəni, amma bu azğın sualdır. Azmağa aparır. Aydındır. Həddlər var. Orada dayanmaq lazımdır. Hətta sualda belə. Və Şeyx Rahimullah deyir ki, Əhl-i sünnə və cəmaə vacib görüblər ki, iqrar eləyəsən. Allah nə deyib onu? Allah Rəhman ərşinə istava etdi. Biz də iqrar eləyirik onu. Təsdiqləyirik yəni. Həmçinin necə gəlib elə deyirik. Demirik, yox, istiva yəni istəvlə. Allah uzalmayıb hökmünü alıb. O hökmünü alıb deyərdi də Allah. Deyərdi özü. Deyib istava. 7 dənə yerdə Quran. Yəni, heç olmasa birində sən deyəni deyər,
o kəlməni deməkdə Allah aciz deyil, narahat olma. Əksinə, Allah Teala nə düzdür və nə o yer üçün yararlı sözdür, onu istifadə edib. Həmçinin ispat edirik, necə gəlib elə, bənzətmirik. Demirik, yüksəlmək, onda mən də yüksəlirəm, Allah da yüksəlir, yox. Yüksəlmək sifətini inkar edirəm. Hələ demirik biz. Deyirik ki, yüksəlir, özünə məxsus. İnsan da yüksəlir, təyyarə də, quş da, söz də yüksəlir, aydındır. Və təbii ki, enir. Hər şey özünə layiq şəkildə yüksəlir, layiq şəkildə də enir. Heç kim demir ki, o enmək, bu enmək kimidir, o yüksəlmək, bu yüksəlmək kimidir. Hamı deyir ki, yüksəlir özünə məxsus, enir özünə məxsus. Allah Teala da 7 qat səmanın üzərinə, ərşin üzərinə istifa edib özünə layiq şəkildə. Bənzətmirik. Həmçinin inkar eləmirik. İnkar eləmirik. Demirik ki, yox, istifa eləməyib. Nədir, insan da yüksəlir. Elə demirik. Deyirik, yox, yüksəlir. Həmçinin demirik ki, bir dənə belə söz var, istiva. Quranda belə söz var, istiva. Mənasını bilmirik. Bəzilər var, deyir, biz istivanı, Allahın yüksəlməsini ispat edirik. Deyirik ki, Ər-Rahmanu aləl arş istava, Rəhmən ərşə yüksəlib. Deyirsə, istiva nə deməkdir ərəbində? Deyir, yox, onu bilmirəm. Nətər yəni, başqa sözlərin mənasını bilirsən. Yəni, Quranda başqa sözləri tərcümə eləyir. İstivanı yox. Bir dənəsi var, bunlardandır. İnsan miskin olanda bəzən özü bilmir. Bəzən özü bilmir ki, miskindir. Yəni, elmdə. Bilmir ki, danışdığı söz özü-özünə ziddir. Yəni, ona rəddiyə vermək üçün geyib fəlsəfələr oxumaq lazım deyil. Adamın öz sözü rəddi. Deyir ki, mən deyir, belə tərcümə edirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem'in hədisləri var axı. Vəlləzi nəfsi biyədihi və vəlləzi nəfsi Muhammedin biyədihi. Muhammedin nəfsi əlində olan and olsun. Adam türkdür və türklər belə çoxdur. Allahın sifətlərini inkar edirlər. Və yəddə əldir. Muhammedin nəfsi əlində olan and olsun. Allah Rasulü belə and içərdi hərdən. Deyir ki, mən belə tərcümə edirəm. Muhammedin nəfsi yədində olan and olsun. Yədi tərcümə eləmir. Muhammedi tərcümə edir. Əllədi, nəfsi, Muhammedin tərcümə edir. Bi də tərcümə edir. Hərfi cəri, lalə. Yədində və ya dadə. Yədi yox. Əli yox. Maraqlı adamsan sən. Necə yəni? O da ərəbcədir, bu da ərəbcədir. Görürsən? Bəzi ki, bunu rəddiyə verəm. Bu nəyini rəddiyə verirəm? Özü rəddiyyədir də, özünü. Tərcümə edib hamısı da ərəbcədir. Yədi saxlayıb. Bu ağıllı deyir, mən belə tərcümə edirəm. Elə başa düşüb ki, Allah qoruyur da yəni. Əllisə, elə bir şey dünya dağılacaq. Qorxur. Sələf deyib, əlhamdülillah, din azalın qutarsındır. Yəni, o söz təhlükəli olsa da Peyğəmbər sallallahu aleyhi ve sellem deməzdi. Sallallahu aleyhi ve sellem. Və sələf deyərdi ki, əmirruha kəmə cəət. Necə gəlib Allahın sifətləri, elə də buraxın geçsin. Necə gəlib, elə də qəbul edin. Yəni, deməyin, əlim 5 parmaq, dırnaqlar, nə bilim, dırnağım uzanır, tuturam, nə bilim, əl üzərində tüklər və s. Yox, sənin əlində o. Qarışqan əli sənin əlin kimidir, yox. Filinki sənin əlin kimidir, yox. Sənin əlin kimidir, və saman bitdi, getdi də. Hər şey özündə öz həqiqətini tapır da, özünə layiqdir. Məsələn, sinə, ətək. Dağın da ətəyi var, sənin nənənin də ətəyi var. Dağın ətəyi də nənə ətəyi birdir, bax, nənə ətəyi dondur. Düzdür, o donlar qalmayıb da. Nənələr yoxdur o nənələr. Və ya azalıb. Amma dağın sinəsi sənin sinə. Dağın sinəsi ayrıdır, sənin sinə ayrıdır.
Aydındır? Ad müştərək ola bilər, yəni ad eyni ola bilər, məna yox. O demək deyil ki, məna da yəni odur. Hər şey özündə həqiqət tapır. Və necə Şeyx deyir ki, rahiməllah, kəmə qalə Zuhri və qeyruhu. İmam Zuhri rahiməllah, ətba tabeinlərdə olub. Deyir, o və başqaları necə deyib. Belə. Və həmçinin İmam Tirmizi rahiməllah, öz cəmi əsərində hədisi rəvayət edib, hansı ki, ad və sifətlərlə bağlı olan hədisi, Allah Taala'nın adları ilə və sifətləri ilə bağlı olan hədisləri rəvayət edəndən sonra deyib ki, وَالْمَذْهَبُ فِي هَذَا عِنْدَ أَهْلِ الْعِلْمِ مِنَ الْأَئِمَّةِ مثل سفيان الثوري ومالك بن أنس وابن مبارك وابن عيينة ووكيع وغيرهم أنهم رووا هذه الأشياء ثم قالوا تروى هذه الأحاديث ونؤمن بها ولا نقول كيف. Deyir ki, onlar Savri, İbn Uyeynə, Vaki, böyük tabeinlər, İbn Mübarək, ətbə tabeinlər və tabeinlər, onlar deyir, bu hədisləri rəvayət elədilər. Allahın adları və sifətləri ilə bağlı. Sonra dedilər ki, bu hədisləri belə rəvayət edin. Yəni, necə eşitirsiniz elə. Sonra dedilər ki, bir dənə deməyin ki, necə. Bir dənə necəni örtə bilsə məsələ düzəlir. Belə deyirsən ki, inanırsan, Allah ərşinə istəvə eləyib, yüksəlib, deyib, necə yəni, necə? Necəni ispat, necəni qoy qırağa, denən iman etdin. Allah deyib ki, Rəhmənu aləl arş istəvə, Ər-Rəhmənu aləl arş istəvə. Nə necə? Deyir, necə? Heç necə. İman. Nə var necə? Necəni yığışdırma, o gəlir ki, və lə nəqul və lə yuqal keyfə. Demirik necə. Və Şeyx deyir ki, rahiməllah, bu əhl-i hədisin seçdiyidir. Yəni, seçdiyi yol belədir. Onlar necə gəldi, rəvayət edirlər. Yəni, necə gəldi, yəni necə gəlib. Allahın sifətləri barədə, adları barədə necə gəlib, elə rəvayət edirlər. Və demirlər ki, necə. Allah eşidir, necə, görür, necə. Demirlər əhl-i-sünnə vəl cəmaət. Deyir, necə özünə layiq. Elə şey yoxdur. İman edir ki, eşidir və görür. İman edir ki, gecənin 3/4 dünya səmasını edir. İman edir ki, iman edir ki, iman edir ki. Necə? Özü bilir. Mən hardan bilməm, mənə deməyib necə. Allah mənə demədiyi şey məndən niyə soruşursan? Sənə deyib bəyən. Sən sadəcə qapı açmısan özü və şər qapısı. Necə? Heç necə. İman elə. Denən, inandım. Allah dedi, Rasul dedi, mən də inandım. Bundan inşallah məsələni həll eləyə bilərsən. Həmçinin Xəlləl rahiməllah öz sünnənisində deyir ki, Əbu Bəkr Mərvəzi rahiməllah deyir ki, Əbu Abdullahdan soruşdum, yəni Əhməd ibn Həmbəldən, hansı ki, o hədisləri cəhmilər rədd edir. Cəhmilər də bilirsiniz. Onlar adları da inkar edirlər, sifətləri də. Cəhmilər ən pikdir. Cəhmilər adları da ispat eləmirlər. Mütəzillər deyirlər, adlar var, sifətlər yoxdur. Əşarilər deyirlər ki, adların bəziləri yaxşıdır, bəziləri yox. Əhl-i sünnə deyir, yox. Nə gəlib ispat edirik? Demirik. Ağlımız kəsmədi, necə ola bilər? Bənzədərən birdən Allah'a məxluqa. Falan, belə demirlər. Deyirlər, nə gəlib, qəbul edirik onu. Allah nə deyib, qəbul edirik. Madam ki, Allah belə deyib, deməli, elədir. Onlar isə ağıllar işlətdilər. Ağılları saldılar meydana. Hansı ki, vəhi və ağıl. Təbii ki, vəhi götürülür. Onlar ağılı götürdülər və başladılar vəhiyi ağılla idarə eləməyə. Hansı ki, ağıl vəhi ilə idarə olunmalıydı. Aydındır? Ağıllar vəhiyi idarə eləməz. Vəhi ağılı idarə edir. Onlar tərsini elədilər. Götürdülər ağılı hüccət və dedilər ki, biz bunu başa düşməyik. Bizim ağlımız, biz mütəfəkkirlərik, biz ağıllılarıq falan falan. Və başladılar, düşdülər inkara. Necə mütəzillər elədi? Mütəzillər deyir ki, biz sahabələr əsləmi idi, yəni sələf, sahabələr əsləmi, yəni təslim olanlardır. Biz ələm və əhkəmik. Yəni biz bildik, biz hökmləri çıxartdıq. Yəni demək istəyir ki, sahabələr dəlilləri başa düşməmişdilər. Çünki özlərinə
özlərinə fayda verəcək bir dənə dəlilləri yoxdur sahabələrdən. Sahabələr nə deyir? Əhl-i-Sünnə vəl-Cəmaə onu deyir. Onlarda da yoxdur. Deyirsən, bəs sahabələr? Deyir, sahabələrin başı qarışmışdır döyüşlərə, mənaları deyə bilmirdilər. Biz gəldik, sonra mənalara başı saldıq. Yəni, sahabələr azğın olurlar, yəni sahabələr başa düşmürlər mənanı. Sahabələr hər şeyi soruşdular, yatağı da soruşdular, nə bilim, ayaq yolunu da soruşdular. Nə təri yummaq lazımdır, onu da soruşdular. Su olmayanda neyniyək, olanda neyniyək, o olanda neyniyək, bu olanda neyniyək, səfərdə neyniyək, hamısı soruşdular. Allah yadda çıxdı. Yəni, səfərdə və ya evdə falan şeylər yaddan çıxmadı. Onu soruşdular, cihad olanın başını qatmadı. Allahın adlarında, sifətlərində cihad başlarını qatdı. Bu nə azğınlıqdır? Heç olmasa biraz şeyxlərdən biri deyirdi ki, ələkum uqul, yəni sizin ağlınız var, yəni sən başa düşürsən, nə danışırsan? Sualları kim verirdi? Sahabələr. Əli radiyallahu anh, bəzi suallar var ki, onu verənmirdi, deyirdi ki, get, Əbu Səydə dedi, get sən soruş. Radiyallahu anh. Çünki evlə bağlı idi, ailə ilə, onun da qızı baxmadı. Peyğəmbərin də qızı sallallahu aleyhi ve sellem, Fatimə radiyallahu anhə, Əli radiyallahu anhudaydı. O da utanırdı, qeyb atasından soruşsun, yəni Fatimə atasından və Peyğəmbər sallallahu aleyhi ve sellemdən Əbu Səid el-Xudri'ni göndərirdi. Nəsə olandı? Nətər yəni, deyir ki, sahabələrin başı qalır. Yəni, sahabələr şəhər dururdular, cihad, axşam yatdılar cihayla. Yəni, boş vaxt olmurdu. Xəstəlilər qardaşlar. Bunlar ən şərli firqələrdir. Cəhmilər və Mötəzilər. Təbii ki, İmam Əhməddən deyə soruşdum ki, onlar ki, rədd edir o sifətləri, həmçinin İsra gecəsini, həmçinin ərş məsələsini neyniyək? İmam Əhməd cavab verir ki, Əhl-i-Sünnə vəl-Cəmaə bu şeyləri tələqqi eləyib, qəbul eləyib və qəbullanıb. Onlar niyə inkar edirlər ki? Sələf bunları qəbul eləyib və xəbərləri təslimiyyətlə götürüb. Necə rivayət olunub o cür? Və dedim ki, ona, məsələn, bir kişi etiraz edir bəzi xəbərlərə. Yəni, bəzi xəbərləri yozur, bəzi xəbərlərə etiraz edir. Dedi ki, onunla biraz soyuq olun. Yəni, tərk edin onu. Niyə görə etiraz edir, deyir ki, necə gəlib elə qəbul edə bilmir? Yəni, asanı qoyub çətinə gedib. Yəni, asan nədir? Necə gəlib iman etdik? Yəni, ora girişmək özdə sənə elm verilməyib o barədə. Sən elə yerə gəlib girişmirsən ki, o barədə elm yoxdur, xəbər yoxdur bizdə. Məsələn, onlar ki, qədər məsələsinə qarışırlar. Qədər, belə oldu, qədərdəndir, yoxsa qədərdən. Qədəri biraz qatışdıranlar var. Qədər Allahın sirridir, o barədə bizə az elm verib. Nə gəlib, onu götürdük və səlam. Və iman edik, necə Əhl-i-Sünnə iman edib, bitdi. Sələf alimlərindən adını unutmuşam. Biri deyir ki, Allah Teala 2 dənə elm barəsində xəbər verib bizə. 2 dənə elm. Biri öz kitabıdır və sünnətidir Rasulunun sallallahu aleyhi və səlləm. Biri də qədəridir. Qədər. Birini öyrədib, öyrənilməsində hidayət var. Yəni, Quran və sünnəni öyrədib, kim onu öyrənsə hidayət tapacaq. Biri barədə xəbər verib, öyrədməyib. Kim onu öyrənəsə azacaq. Çünki o öyrədməyib. Allah qədəri öyrədməyib. Biri gəlməlidir ki, niyə görə nə olur bizə deməyib Allah? Deyir, amma təsəvvür edir ki, sən bilirsən ki, sabah ata öləcək. 3 gündən, ondan 2 il sonra, məsələn, aman dünyası deyəcək. Sonra nə bilim, bir dənə qəza olacaq. Sonra sən axşam özünü qalmayasınız. Yəni, gizlədi və Allah Teala hikmət var. Yəni, qədər Allahın sirridir, Əli radiyallahu anh demişdir. Ora girməyin, ora daxil olmayın. Allahın öyrəndi, İmam Əhməd deyir ki, niyə etiraz edir o? Nə etiraz edir o? Yəni, qəbul edə bilmir necə gəlib elə. Yəni, onlar niyə deyirlər, istiva deyə bilmirəm. Yəni, deyə bilmirsən Allah deyən kimi, niyə istivanı istivl edirsən? Halbuki ərəb dilində istivla mənasında deyil. Bunu heç kim deməyib, yoxdur belə bir şey. Aydındır? Çətinə salıblar özlərini. Niyə görə? Çünki ağıla salıblar vəhyə. Aydındır? İstəyirlər Allahın kəlamını ağılla işlətsinlər.
Yox, yox, yox. İşlədə bilməyəcəksən. Ağlığı vəhy ilə işlət. Ağlığı vəhy ilə işlət. Şəriət, necə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir, şəriət insanın ağlının kəsə bilməyəcəyi heç bir şey deməyib. Şəriət insanın ağlının kəsə bilməyəcəyi heç bir şey deməyib. Bu, belə bir söz eşitsə, desə ki, qardaş, bizim də ağlımız kəsmir. Yəni, o söz bizim sözümüzdür, fəlsəfəçilərin sözdür, mütəzililərin, cəhmilərin. Allah əmr etdiyi, xəbər verdiyi, qadağa etdiyi, bəyan etdiyi hər bir şeyi insan ağlı kəsir. Şeyxülislam deyir ki, rahimehullah, sələf deyir ki, Allah insanın ağlını heyrətdə qoyan şeylər deyib. Demirsən, mən ağlım kəsmir. Necə Peyğəmbər s.ə.v bir gecədə Məscid Haramdan, Məscid Əqsaya, oradan da Rəbbi ilə görüşə gedib. Demirsən, mənim ağlım kəsir. Deyirsən, ağlım heyrətdədir. Gör, Rəbbim nə qədər güclüdür, nə qədər qadirdir. Ağlım kəsir, mənim Rəbbim hər şeyə qadirdir. Ağlım onu kəsir. Lakin heyrətdəyəm. Keyfiyyətini tuta bilmirəm. Başa düşə bilmirəm. Bu əhl-i-sünnə mənhəcidir. Aydındır? Onlar bunları bilmirlər. Və ya bilirlər. Allah bilir, nə məzhəb götürüblər, nə iniblər. Ona görə Səid ibn Cübeyr rahimehullah tabeyn idi. Həccacın öldürdüyü Səid. Həccac ibn Yusuf öldürür onu. Həccac ibn Yusuf Səid ibn Cübeyri öldürür. Allahın övliya qullarından idi. Həccac ibn Yusuf onu öldürür. O deyirdi ki, o əqidə ki, o bədəvi arvad bilmir. Bədəvi qadın, bədəvi kişi. Bədəvi yəni səhrada. O dindən deyil. Yəni, ged nənələrdən, kəndlərdə, kəsəklərdə yaşayanlardan soruş ki, Allah harada deyəcək, Allah göydədir. Ged magistr, doktora oxumuş bəzi adamlardan soruş, Allah haradadır. Deyəcək, Allah var, məkanı yoxdur. Və hər yerdədir. O əqidə, aydındır, fitridir. O əqidəni ki, Səid ibn Cübeyr deyir, rahimehullah, o əqidəni ki, bədəvilər bilmir, o əqidə deyil. Aydındır, ona görə bəzi kəlam əhli, alimlər, onlar öləndə demişlər ki, kaş ki, biz bədəvilərin əqidəsində ölərdik. Yəni, kənd cəmaatın saf. Və sonra Şeyx rahimehullah deyir ki, həmçinin İmam İbn Qudamə rahimehullah Lum'atul Etiqad kitabında deyir ki, sələf bunun üzərində gəldi. Yəni, isbat elədi, necə gəlib? Keyfiyyət, inkar, bənzətmək, misil vermək, oxşatmaq, belə şeylər demədilər. Sələf bunun üzərində gəldi. Və xələf, yəni onlardan sonra gələnlər də tabi oldular. Hamısını ittifaq elədilər ki, təsdiqləmək lazımdır. Necə gəlib, o cür qəbul eləmək lazımdır. Allah və Rasulü necə Allah özünü və Rasulü necə Allahı vəsf edibsə, o cür vəsf eləmək lazımdır. Həmçinin İmam Hümeyd rahimehullah gətirdi ki, biz təsdiqləyirik Quran və sünnəni və ona heç nə əlavə eləmirik. Heç nə əlavə eləmirik, yəni demirik ki, qardaşlar, məna belədir, bu da belədir. O belədir, bu da belədir. Burada bu deyil, burada belədir. Hər şey demirik. Deyirik ki, necə gəlib belədir. Necə gəlib belədir. Və harada dayanıb Quran, orada dayanırıq. Aşmırıq həddi. Ona görə də İmam Malik rahimehullah gəlib ondan soruşurlar istiva barədə. Biri gəldi ki, necə Allah, biri məsciddə girir İmam Malikin yanına, sual vermək istəyir İmam Malikə. Deyir ki, keyfə istiva, necə yüksəldi Allah? İmam Malik də deyir ki, istiva məlumdur, yəni yüksəlmək sözü məlumdur. Keyfiyyəti məchuldur. İman eləmək vacibdir, sual vermək keyfiyyəti barədə bidətdir. O da İmam Malik də təbii ki, diaqnoz qoydu, diaqnostika idi. Baxdı, özünə gördü ki, qəbul eləmədiydi, çıxardım bunu, bu azğındır. Aydındır, alimlər bəsirət əhlidir, gördü ki, bu qəbul eləmədi.
Gəlib alimə deyir ki, necə istəv elədi? Nə bilsin necə istəv elədi? Özü deyib istəv eləmişəm də. Necə istəv elədi? Necə Rəbbimə yaraşır elə? Aydındır? Necə cəlalına yaraşır elə? Necə o yüksəlmək o nöqsanlardan uzaq tutur elə? O yüksələndə də nöqsansızdır. Gecənin 3:1 səmaya inəndə də nöqsansızdır. O nöqsansızdır. Mən nətər edeyim Allah nöqsansızdır? Fikrini düşmüşəm. Allah ərşə yüksəlməyib. Allah gecənin 3:1-də dünya səmasına enmir. Allah danışmır. Allah nədir mən Allah'a şey edirəm? Tənzih edirəm. Yəni müqəddəsləşdirirəm, nöqsanlardan uzaq tuturam. Bəs ayələri inkar eləmək nədir yaxşı? Buna nə adı verək? Aydındır? Heç nə. Bidət və küfür. Sonra Şeyx Rahimullah deyir ki, həmçinin İmam Hafiz Lələkəi Rahimullah öz Əhl-i Sünnənin etiqad kitabında, həmçinin İbn-i Qudamə Rahimullah təvilin, yəni yozmağın pislənməsi adlı kitabında Muhammed ibn Həsən Şeybənidən, hansı ki o da Abu Hanifənin tələbələrindən idi. Abu Hanifənin. Çünki bu sözləri deyənlər Allahın sifətlərini inkar edir. Hamı deyir biz Hənəfiyik. Abu Hanifə məşriqdədir, onlar məğribdə. Bəlkə də biraz da uzaqdırlar. Aydındır? Deyir ki, ittəfəqəl fuqaha kulluhum. Bütün fəqihlər ittifaq ediblər ki, minəl məşriqə vəl məğrib. Məğribdə və məşriqdə. Yəni fuqaha əhl-i sünnə. Yəni əhl-i sünnə fəqihləri. Alə ənəl imanə bil-Qur'ani vəl-əhədis. Əlləti cəət bihə thiqati anir-Rasul sallallahu aleyhi və səlləm fi sifatir Rabbi min qeyri təfsirin və la vasfin və la təşbih. Deyir ki, məğribdə və məşriqdə olan alimlər, fəqihlər hamısı ittifaq edib ki, Qur'anda və hədisdə nə gəlibsə Allahın sifətləri barədə yozmadan, vəsf vermədən, bənzətmədən qəbul edirik. Fəmən fəssərəl yevmə şeyən min dəlik. Kim bugün başlasa, özündən nəsə şərhlər, izahlar verməyə Allahın sifətlərinə, fəqad xaracə mimmə kənə aleyhin nebiyyü sallallahu aleyhi və səlləm və faraqal cəməə. O Allah nəbisi nəyin üzərində idisə, onun üzərindən çıxdı artıq. Və cəmaatdan ayrıldı. Hansı cəmaatdan? Hansı ki onun üzərində idilər. فَإِنَّهُمْ ləm yəsifu və ləm yüfəssiru. Onlar nə Allah'a vəsf verəmədilər. Belədir, necədir? İman etdilər və yozmadılar. وَلَكِنْ əftəv bimə fil kitabı və sünnə. Fətvanı kitab və sünnədə necə edə verdilər. Gəldi biri soruşdu ki, isteva dedi, isteva Allah deyir, məlumdur. Keyfiyyəti məzhuldur, iman eləmək vacibdir. Sual vermək, yəni necə bidətdir. O da belə baxdı, gördü ki, nəticədə çıxardım bunu azğındır. Aydındır? Lənnəhu qad vasafəhu bi sifətin lə şey. Hələ ora çatmamışam. Və qalə bi qavli cəhə. Kim belə desə, وَلَكِنْ أَفْتَوْ بِمَا فِي الْكِتَابِ وَالسُّنَّةِ ثُمَّ سَكَتُوا. Yəni kitab və sünnədə nə gəlmişdi? Onu dedilər, sonra sakit durdular. Səkatu. Sükut etdilər. Fəmən qalə bi qavli cəhim. Kim Cəhim ibn Safvanın sözünü desə, yəni adlarda və sifətlərdə inkar, təvil, yozma, əşarilər kimi, mötəzilər kimi, fəqat faraqal cəmaə. Artıq cəmaatdan ayrılıb və cəmaatı bölüb lənnəhu qad vasafəhu bi şeyin lə şeyi. O Allahı elə vəsf elədi ki, əslində Allah yoxdur. Məsələn, Allah nə eşitmir, nə görmür. Çünki ispat eləsə bənzədir axı. Yəni yoxdur Allah. Əslində cəhmilər şeydir. Allah'ı inkar edənlərdir. Ona görə bəzi şairlər deyir ki, təbii ki, şeirlə deyirlər bunu. Deyirlər ki, Ubbədül qubur, qəbrə ibadət edirlər, ya'budu sanəmə. Daşlara ibadət edir. Allahın sifətlərini inkar edənlərsə yoxluğa ibadət edir. Aydındır? Yəni eşitmir, görmür, bilmir. Yəni Allah necə oldu ya? Aydındır? O səmiul basir. O eşidəndir və görəndir. Və huvəl alimul hakim. O elmli və hikmətdir. Və lə kulli şeyin qadir.
Biyedihil mulk. Mülkü onun əlindədir. Yoxşil leylə nəhar. Gecəni gündüzə, gecəni gündüzə, gündüz gecəyə qaçır. Aydındır. Elhamdülillah Rabbil ələmin. Aləmlərin Rəbbidir. Bunlar nə danışır? O Rəhmandır və Rəhimdir. Həmçinin Şeyx Rahimallah deyir ki, İmam Şeybən Rahimallah dedi ki, yəni keyfiyyət vermirik. Necə gəlib elə deyirik. Aydındır. Ya Əhl-i-Sünnə vəl Cəmaə orta yol götürüb qardaşlar. Əhl-i-Sünnə vəl Cəmaə orta yol götürüb. Bənzədmirik. İnkar da eləmirik. Onlar neyinlə? Birinci bənzədirlər, sonra inkara düşürlər. Onların inkara düşmək səbəbi birinci bənzətməkdir. Bənzədir. Deyirsən, əlinə baxır. Sonra deyir, Allah məxluqata oxşamaz. Sən kim deyib, Allahın əli belədir? Sən kim deyib ki, Əhl-i-Sünnə Allahın əli var deyəndə, yəni sənə əlini qəsd edib? Kim deyib bunu? Bunu heç biz öz aramızda belirləmirik. Yəni qarışqanın əli ilə sənin, filin əli ilə sənin bir deyil. Hələ də ayrı-ayrıdır. Bu məxluqatlarda belədir. Qaldı ki, Allahla bizim aramızda. Və sonra Şeyx Rəhmanullah buyurur ki, həmçinin dedi ki, Rəhman ərşə yüksəldi və kim bundan başqasını desə artıq azıb. Cəhmid o. Təbii ki, Əhl-i-Sünnə vəl Cəmaə deyir ki, Allah Teala ərşə uzalıb, yüksəlib. Allahın yüksəlmək sifəti var, bir də Allahın uzalıq sifəti var. Bunlar ayrı-ayrıdır. Əşarilər deyir ki, Allah uzalıq sifətini qəbul edir. Amma yüksəlmək sifətini yox. Biz niyə qardaşlar? Çünki uzalıq zatı sifətdir. Feyli sifəti inkar edir. Biz deyirik ki, necə yana? O ucalığın deyən yüksəlməyi də deyib də. Yəni bunu qəbul edirsən, bunu da bu. Bu fərqi nə deyir? Onu niyə tərcümə edirsən, bunu tərcümə eləmirsən? Yəni o sözdə nə var? Bomba var, nə var o sözdə partlayacaq? Nə var o sözdə qorxursan sən? Bilsən niyə qardaş? Ağlına uyğun gəlmir ona görə. Çünki ağıl onlarda müqəddəmdir, öndədir. Vəhiy sonradır. Ağla uyğun gəlməsə vəhiy gedir. Nə gəlir? Ağla nə uyğun gəlir, o vəhiyi yozacaq, o vəhiyə don geyindirəcək ki, ağlı ilə üst-üstə gəlsin. Və bu onların səfehliklərinə ən böyük dəlalət edən şeydir. Allah Teala ucadır və Allah Teala yüksəlib. Allahın bu iki sifəti, biri fitridir, biri xəbəri. Nə deməkdir fitri xəbəri? Yəni Allah xəbər verməsəydi də biz biləcəyik ki, Allah həm ucadır. Amma Allah xəbər verməsəydi ki, o ərşinə istiva edir, biz bilməyəcəyik. Bu artıq xəbəridir, bunu fitrətlə bilmək olmaz. Allah xəbər verməsəydi biz bilməyəcəyik. Ər-Rəhmanu aləl arş istava, thumma istava aləl arş, ələzi rafa'a səmavat, bi qeyri amədin taravnəhə, səmaları dirəksiz yarattı. Necə görürsünüz o dirəksizdir, thumma istava aləl arş, sonra ərşə yüksəldi. Xəbər verdi. Biz bilməyəcəydik xəbər verməsəydi. Aydındır? Biz təsdiqləyirik xəbəri sifətləri də, feyli sifətləri də. Bunlar nə ağıllarına uyur? Deyir Allah, məsələn, Mötəzillər heç ispat eləmirlər. Mötəzillər adları ispat edir. Deyir Allahın alim adı var. Amma elm sifəti yox. Deyirlər alimun bilə ilm. Alim də elmsiz. Allahu akbar. Yəni insan belə ola bilərmi? Yəni? Bu ağıl da mı yəni? Ona görə ağıl vəhyə zid gəldisə o ağıl deyil. Ağıl vəhiylə uyğundursa ağıldır. Ağıl vəhiylə uyğun olmalıdır. Vəhiyyə tabi olmalıdır. Və 7 dənə yerdə Allah deyir ki, mən əksər şey yüksəlmişim. 7 dənə yerdə. Həmçə İmam Sabun Rahimullah Sələfin əqidəsi və Hədis əhlinin əqidəsi kitabında deyir ki, Əhl-i-Sünnə etiqad edir və şahidlik edir ki, Allah 7 qat səmanın və ərşin üzərindədir. Allah Teala buyurur ki, يَخَافُونَ رَبَّهُمْ مِنْ فَوْقِهِمْ
Mələklər barədə danışır. Deyir ki, onlar Rəblərin üzərlərində olan Rəblərindən qorxurlar. Nə deməkdir üzərlərində olan Rəblər? Deyir, fəvqiyyə, fəvqiyyə. Fəvqiyyə bildiyi tərcümə elə. Fəvqiyyə. Yaxafuna Rabbəhum min fəvqihim. Yaxafuna tərcümə edirsən, qorxurlar. Rabbəhum, Rəblərini, hum, damir. Rəblərindən əvəzli. Hum orada əvəzlidir. Rabbəhum, onlar öz Rəblərindən qorxurlar. Min tərcümə etsən dandan, fəvqihim yox. Çünki fəvqihim uzalığa da əlat edir axı. Olmaz. Uzalıq olan yerlər cızzadır. Əl vırmırlar ona. Bu birisilərə vırırlar. Bu nə əqidədir? Yəni, ətu'minunə bi ba'dil kitab və təkfurunə bi ba'd. Bəzilərinə inanıb kitabın, bəzilərini inkar edirsiniz. Və əntum tətlunəl kitab. Və siz kitab oxuyursunuz. Əfələ təxilun. Ağlınız kəsmir Allah deyir. Yəni, bu onlara aid də bu ayə. Onlar bəzisi götürürlər, bəzisini inkar edirlər. Yəni, havaya uyğun, təsəvvür etsən, Quran havasına uyğundur bu. Yox, sən Qurana uyğun olmalısın, sən ona uyğun olmalısın, o sənə yox. Və deyib ki, rahiməhullah, necə Allah kitabında deyib, necə ayələrdə deyib və alimlər, sələfin gözləri, yəni əsas alimləri, bunda ixtilaf eləməyiblər, Allah ərşə islah eləyib. Qardaşlar, İmam Sabuni deyir, rahiməllah, Buxaridən qabaq yaşayıb. Böyük alimlərdir bunlar. İmam Hümeyd, rahiməllah, Savri, Malik, Ebu Hanifə, Əvzai, İbn Uyeynə, nə bilim, nə kim istəyirsən? Zuhri. Sonra deyir ki, rahiməllah, ixtilaf eləməyiblər ki, Allah ərşin üzərindədir və ərşi samanın üzərindədir. Və onlar, gör nə deyir, onlar bunu təsdiq eləməklə Allaha səna edirlər, tərif edirlər yəni. Ən ucadadır. Bu da deyir, var, yoxdur, məkansızdır. Allah var, məkansızdır. Əqidələrində olan söz var, var, məkansızdır. Dəlil nədir? Yaxşı, Allah var, məkansızdır. Dəlil nədir? Məsələn, mən deyirəm, Allah ərşə ucalıb, dəlil Ər-Rəhmən aləl ərşə istəyir. Rəhmən ərşə yüksəldir. Sən deyirsən ki, var, Allah mövcuddur, məkansızdır. Allah mövcudun bilə məkan. Yəni, dəlil nədir ona? Heç nə. Əgər mövcudluq varsa, əgər bir şey o məkan deməkdir, əgər başçı danışma, kişi, dəlil nədir? Allah'ın və Rasulunun kitabı, Allah'tan və Rasulundan. Dəlil nədir? Yox. Sən desən ki, Allah ərşin üzərindədir, deməli, Allah ərşin üzərindədir, deməli, bir yerdədir, bir məkandadır. Məkan da məxluqa aid olan bir sifətdir, Allah məkandan münəzzəhdir.